Salamünaleyküm, əziz izləyicilərim. Həmişə, hər vaxtınızı Allah xeyir eyləsin. Allahın xeyir, bərəkəti, mərhəməti, şəfqəti üzərinizdən əskik olmasın. Mən bugün hamımızı deyəndə hamını da yox, bu vətəni, xalqını, dilini sevən insanların bir narahatçılığını üzə çıxartmaq istəyirəm. Ziyalı insanlar bilirlər ki, bizim dilimiz, Azərbaycan dilimiz son zamanlar çox böyük təhriflərə uğrayır. Mətbuatda, orada burada doğru olmayan cümlələr işlənilir. YouTube'da və digər media orqanlarında istifadə edən insanlar yazanda çox yanlış sözlərdən istifadə edirlər. O dilimizin burada kusurları da var və o adamların da savadsızlığı var. Bəzən görürsən ki, hər hansı bir regionun ləhcəsində danışanlar danışdıqları kimi də yazıları yazırlar. Kommentlər yazırlar, fikirlərini yazırlar və ilə axır və s. Adama təəccüblü olan odur ki, Sovetin vaxtında Azərbaycan Dil Ədəbiyyatı İnstitutu var idi. Ayrıca institut idi akademiyanın nəzdində. O bizim dilimizlə məşğul olardı. Və necə deyərlər, məşğul olduğu da görünürdü. Çünki qəzetlərdə, hətta televiziyalarda insanlar ağıllarına gələn kimi danışa bilməzdilər. Bir ölçü var idi, qrammatik qanunlar var idi və ona uyğun olaraq danışardılar. Məsələn, mən düzdür, mütəxəssis deyiləm, amma haradasa bir 50'ye yaxın söz, müşahidə nəticəsində 50'ye yaxın söz aşkar eləmişəm ki, bunlar düzgün istifadə olunmur. Mən onlardan üçünü deyəcəm sizə. Dil görünən kəndə nə bələk ki, hər halda mütəxəssislər bu mənim görüntülü videoma baxacaqlar və lazım olan nəticəyə də gələcəklər. Və əminəm də ki, onların vicdanları yol verməyəcək ki, bu gözəl dilimizi kimlərsə hər yerindən duran, hər belə pis mənada demirəm, o el dilində işlənən sözlərdən deyirəm. Hər dağdan düşən ağlına gələn kimi Azərbaycan dilini istifadə eləməyəcək, yazmayacaq. Kim olur olsun, o dilin qanunlarına riayət eləməlidir. Qanunlarımız da düzgün olmalıdır. İctimai tarixi zərurət və yaxud da tarixi ictimai zərurət bunu tələb edir. Məsələn, yazırlar, qız adı var, Rəna. Yazanda R-E-N, oxuyanda odur Rəna. Rəna. Elə deyil axı. Bu oxunur Rəna. Uzanır. Uzanır. Nə olur? O heç bir şey olmayan Rusların dillərində qrammatik qanunlar var. Müəyyən sözlər var. Orada səsli hərflər uzananda üstünə bir işarə qoyurlar ki, bu uzanmalıdır. Və axır və s. Niyə bizim dilimizdə var idi axı, əvvəllər var idi elə bir şeylər. Ya apostrof qoyardılar, ya nəsə bir şey. Yəni, bu zərurət tələb edirsə, istənilən işarədən, istənilən qaydadan istifadə eləmək olar, amma belə mən istədim, istifadə elədim, yox. Bundan ötürü uyğun qanunlar çıxmalıdır, qanunlar ortaya qoyulmalıdır, alimlər işləməlidir, alimlər elmi cəhətdən bir yekdil nəticəyə gəlməlidirlər. Məsələn, yazırlar, deyirik bəzən, uzandı. Amma yazanda nə yazırıq? Yazırıq bəzən. İndi bu anası ölmüş Azərbaycan dilini öyrənən bir mütəxəssis çaşıb qalacaq ki, bəzən bu giyinmək filan, bəzən düzən də bu mənada. Amma bunlar deyir ki, yox, bəzən, yəni arada bir bu zaman şeyi kimi də istifadə olunur. Zaman zərfi kimi.
Nətər indi bunu başa düşsünlər? O hansıdır? Bu bəzən sözü hansına aiddir? Ona görə mütəxəssislər, axı siz mütəxəssissiniz, dil mütəxəssisi. Sizi eşitmirlərsə, eşitdirməlisiniz. Sizi anlamırlarsa, anlatmalısınız. Amma bu dili belə eybəcər hala salma olmaz, qardaş. Mən Fəhlə baba bu rəhmətli bizim bir Çar dövründən qalan generalımız var idi. Yadımda qalmayıb vallahi. Məncə Şıxlinskidir, Əlağa Şıxlinski. Onun bu dilimiz haqqında bir kitabı var idi. Mən onu 70'lerin axırında oxumuşdum o kitabı. General ki, dilimizdəki əskilikləri ortaya qoyub, sübutla, filanla ispat eləmiş ki, filan sözü hansı mənada harda istifadə eləmək olar. Belə olmaz axı. Yazırlar. Metro inşaatçılar. Ay qardaş, biz bilirik ki, dəmir, dəmirçi, əkin, əkinçi, bu təyyarə, təyyarəçi. Bu inşa sözü də adama aid eləyəndə olur inşaçı. Bu atçılar hardan çıxdı? İnşa atçılar. Bu nə məna kəsb edir? Bəlkə mənə savadım çatmır, siz izah edin, görün nə deməkdir bu? İnşa atçılar. Atın belində inşa eləyənlər eləmi? Eləmi başa düşək biz bunu? Ona görə zəhmət olmasa Azərbaycan dilindən məşğul olan insanlar, Azərbaycan Elmlər Akademiyasının nəzdindəki Dil Ədəbiyyat İnstitutu, sizin funksiyanız var, sizin vəzifəniz var. Onu yerinə yetirin. Bu dili eybəcər hala salmağa qoymayın. Sən bu işin peşəkarı deyilsənmi? Və vicdanlanı. Mən sizə əgər doğrudan da bu sahədə yeniliklər eləmək istəyənlər varsa sizə uğurlar arzulayıram. Allah hər daim yanınızda olsun. Allah sizdən köməyini əsirgəməsin. Siz də yanınızdan çıxartmayın. Heç kəs soruşmasa da axirət günü Allah sizdən soruşacaq. Deyəcək ki, sən bu işin mütəxəssisi idin. Dövlətdən maaş alırdın. Niyə qabağında durmadın? Niyə mənim bu xalqa ehsan edib, bəxşiş etdiyim bu dili belə eybəcər hala salanlara niyə müqavimət göstərmədin? Nə deyəcəksiniz? Ay mütəxəssislər, ay dil alimləri. Nə deyəcəksiniz Allaha? Bəlkə siz Allahın olduğuna inanmırsınız. Onu siz bilərsiniz. O mənim biləcəyim iş deyil. Onu siz bilərsiniz, qardaş, mənim biləcəyim iş deyil. Hər halda Allahdan sizə uğurlar arzulayıram. Və rəhmətullahi və bərəkatuhu.